Dim test toplusuna trapesiyanın sahəsi mövzusuna yeni əlavə olunmuş 44-cü sualın izahına baxaq. Trapesiyada oturacaqlar cəmi verilib və diaqonallar veriləndə trapesiyanın sahəsini istəyir. Bu halda trapesiyanın standart orta xətt vurulsun hündürlük saha düsturu ödənməyəcək. Gəlin trapesiyanın sahəsini bir başqa yolla axtaraq. Baxın, trapesiyanın sahəsi üçbucaq ABD-nin sahəsi ilə üçbucaq BCD-nin sahəsinin cəminə bərabərdir. Mən indi bu halda nə edirəm? AC diaqonalına paralel olaraq burada bir YB parçası ayırıram. Əslində mən burada bir YBCA paralelogramı qururam. Deməli bu YA da nə olur? A olur. Burada nədir? Diaqonalın biridir. İndi bax fikir verin. Bu üçbucağın sahəsi necə tapılırdı? A vurulsun H bölünsün 2. Bəs BCD-nin sahəsi necə tapılırdı yenə? A vurulsun H bölünsün 2. Onda BCD-nin üçbucağın sahəsini mən silsəm, elə YBD-nin üçbucaq olaraq sahəsi verilən trapesiyanın sahəsinə bərabər olur. Deməli, biz burada belə bir üçbucağa baxırıq. Fikir verin, bunu biz qurduq. YBD. Baxın, bura oturacaqlar cəmidir. Bura diaqonaldır. Burada diaqonaldır. Və bu üçbucağın sahəsi elə verilən trapesiyanın sahəsinə eyni olur. Biz bu sahanı necə tapa bilərik? Məsələn, Heron düsturu ilə tapa bilərik. Amma burada verilən ədədlərə baxsaq bu misal üçün. Burada 4-dür, diaqonalın biri, digər diaqonal 3-dür. Və oturacaqlar cəmi də 5-dir. Deməli, bu elə Pifaqor teoreminə görə bizə nə verir? Düzbucaqlı üçbucaq verir. Onda bu elə üçbucağın sahəsi trapesiyanın sahəsinə eyni olur. Və burada katetlərin hasili bölünsün 2 ilə rahat tapırıq. Çox maraqlı sualdır. Demə, bu suala görə təşəkkür edirəm.